Bugün bizim ailə günümüz idi. Qərar verdik ki, Masalda yeni açılmış Prospekt Ticarət və Əyləncə Mərkəzinə gedək. Rayonumuzda belə yerlərin olması çox sevindirici haldır. Rayonumuz günü-gündən inkişaf edir və bu da bizi çox sevindirir. Bu da sübutu. Poladın üzü gülürsə, demək ki, hər şey qaydasındadır. Uşaqları oyun zonasında qoyub yoldaşımla birlikdə biz də özümüzə azca vaxt ayırmaq istədik. Oyun zonasına çox yaxın olan kafedə əyləşib özümüzə kapuçino sifariş etdik. Buradan deyim ki, dadını çox bəyəndim. Həqiqətən möhtəşəm idi. Bir fincan kofe ilə bütün həftənin yorğunluğu çıxdı. Fürsət bu fürsət deyib ticarət mərkəzində yerləşən ən böyük qab dükanına getdik. Məni bilənlər bilir ki, qab həvəskarıyam. Bu xüsusiyyət də mənə anamdan keçib. Anam da hara getdisə mütləq oradan qab almalıdır. Evdə qab əlindən yer olmadığına görə özümə söz vermişəm ki, görüb bəyəndiyim yox, evə lazım olan vacib əşyalar alacağam. Bu isə mənim ən sevdiyim bölmədir. Mətbəxə aid min bir xırdavat nə desəz var. Bura isə sanki fincan cənnətidir. Fincan sevənlər üçün və hədiyyəlik bol çeşidli fincanlar var idi. Alış-verişimizi edib uşaqları götürüb marketdən də evə lazım olanları alıb yollandıq evə. Evə gələn kimi elə bil evə bomba düşür. Qızlar, siz də gəzməkdən gələndə elə olur, yorumlara yazarsınız. Mən də heç vecimə almadan sizin üçün burada vlog çəkirəm. Mətbəx mebeli üçün bir ədəd orqanayzer, tort üçün fırlanan qab, tiyorka və makkaş götürdüm. Bir də keks bişirmək üçün belə silikon qablar götürdüm. Aşağıda da necə bişirdiyimi göstərirəm. Limon yarım qalanda soyuducuya qoymaq üçün belə bir limon qabı götürdüm. Marketdən isə yulaf, xingəl götürdüm. Roşenin şokolatı, üçü birində Nescafe. Bu sabunlar və paraşok da endirimdə idi. Evə çörək, bir də xamxamın kukuruzunu götürdük. İçindən də qəşəng brılok çıxdı. Aldıqlarımın etiketini çıxarıb yaxşıca yuyuram. Bilirəm, ekran qarşısında mənim vlogumu izləyən üzü gözəl, qəlbi gözəl xanımlar var. Sizdən xahişim odur ki, səhifəmi mütləq izləməyi alın. Dəyər verib izləyib, takib atıb dəstək olan hər kəsə buradan təşəkkür edirəm.